Allahın elədikləri insana zalımlıq kimi görünür, amma o zülm deyil. Bunu dəfələrlə insana anlatmaq lazım. Bax, məsələn, qocalmaq ki var ha, zülm kimi qarşılayır. Qadınlar özəlliklə buna baxıb zülm kimi qəbul edirlər. Ona görə plastik xirurqların biznesi çox yaxşı gedir. Ölüm, xəstəlik, bunlar zülm kimi görünür də insana. Halbuki o Allahın mərhəməti və məhəbbətindən irəli gəlir. Bunu bu cür oxuyub, burada durmaq lazımdır. Bunun ona görə adı inamdır. Ki, bu sadəcə dərk aktı ilə olmur. Bu sədaqət aktı tələb edir. Dayanıb orada durmaq aktı tələb edir ki, sən inanasan ki, Allah sənə nə eləyirsə, hamısı məhəbbətdən irəli gəlir. Səni cəzalandıranda da məhəbbətdən irəli gəlir. Necə ki, ata, məsəl üçün, cəzalandırır. Sən əvvəl hirslənirsən, niyə qoymur səni həyətə axşam vaxtı getməyə və ya niyə sənə velosiped almır. Amma o bunun hamısı məhəbbətdən eləyir. Atanın məhəbbəti fərqli aspektdə bilinir. Ona görə Allahdan bəziləri deyir ki, qorxmaq lazımdır, Allahı sevmək lazımdır. Allahdan qorxmaqda da bir zərər yoxdur. Çünki o qorxunun arxasında ədalət olduğu üçün o asanlıqla məhəbbətə dönüşəcək. Çox asanlıqla, heç bir zərər vermədən, heç bir itkiyə məruz qalmadan tam məhəbbətə sən başa düşəcəksən o kişi kimi ki, bunları o niyə görə edir?